Yeni Suriye. Ölkənin bundan sonraki siyasi kursu və prioritetlərinin necə formalaşacağı indi ən çox müzakirə olunan mövzudur. Region ölkələrinin Yeni Suriyə təsiri necə olacaq? Jolani İrana yaşıl işıq yandırmadı. Türkiyənin isə yeni hökumətə yaxın olması İsraili narahat etməyə başladı. İsrailli ekspert İTV xəbərə müsahibəsində ölkəsinin narahatlığını belə gizlətmədi. Güclü Suriyə başqa kimi narahat edir? Azərbaycan və Türkiyə liderlərinin telefon danışığı zamanı hər iki dövlətin Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğu qeyd edilib. 1992-ci ildə qurulan Azərbaycan-Suriya münasibətləri ilk dövrlərdə normal olub. Lakin son illərdə Əsəd rejimi ermənipərəst mövqeyi ilə seçilirdi. Bundan başqa Suriyadan köçürülən ermənilərin işğal dövründə Qarabağda yerləşdirilməsi və bu ölkədən gələn muzluların müharibədə iştirakı münasibətləri daha da gərginləşdirib. Lakin Suriyadakı yeni vəziyyət, o cümlədən bu ölkədə yaşayan türkmenlərin fəallaşması münasibətlərin bərpasında mühüm rol oynaya bilər. Azərbaycan öz səfirliyi Dəməşqdən çıxarmışdı. Suriya rəsmiləri hər yerdə Azərbaycanın əleyhinə səs verirdilər. BMT-də də, ayrı qurumlarda da. Türkiyə tərəfindən dəstək alan qüvvələr Əsədi aşırdılar və yeni qurulan hökumətdə təbii onların nüfuzları böyük olacaq. Yəni, o qüvvələrlə yanaşı, o cümlədən bizim qardaş türkmenlər də hansılar ki, Suriyanın şimalında yaşayırlar, onlar da bu yeni hökumətdə özləri üçün yer tapacaqlar. Suriyadakı vəziyyət digər dövlətlərdən daha çox Türkiyənin diqqət mərkəzindədir. Vaxtı ikən Osmanlının tərkibində olan Suriyada son illərdə yaranan terror qruplaşmaları, xüsusilə PKK-YPG, Türkiyənin təhlükəsizliyinə zərbə vururdu. Eyni zamanda Əsəd rejiminin yanlış siyasəti ilə başlayan vətəndaş müharibəsinə görə bir çox miqrant məhz Türkiyəyə üst tutub. Rəsmi Ankara bütün bu problemlərin həlli üçün Suriyadakı yeni vəziyyətin öz maraqlarına uyğun formalaşmasını istəyir. Türkiye'nin güneyinde bir teröristan oluşmaması için Türkiye uzun zamandır bu coğrafyada fiilen varlık göstermeye çalışmaktadır. Ve uluslararası anlaşmalar ve Birleşmiş Milletler'in 51. maddesi kapsamında hareket eden Türkiye, Suriye'de oluşturulacak yeni hükümet içerisinde Türkiye aleyhine bir yapılanmanın oluşmaması için elinden gelen gayreti göstereceği muhakkaktır. Suriye demografik yapısına uygun bir şekilde yeni bir yönetimin oluşturulması Türkiye'nin de istediği bir durumdur. Prosesdə Amerika Birləşmiş Ştatları və İsrailin də öz maraqları var. Çünki Suriyanın qonşularından biri də İsraildir. İsrail açısından bakıldığı zaman aslında Esad'ın gitmesi çok da kötü bir şey değil. Yalnız buradaki soru şu: Esad gittikten sonra bölgeyi domine edecek olan kuvvetler ki şu an bunun Hayat Tahrir el Şam, Özgür Suriye ordusu ve arkasında da Türkiye'nin bulunduğu yeni bir aktörlerin var olduğunu görüyoruz. Bu grupların İsrail'e karşı olan tutumunun niceliği, İsrail'in her zamanki gibi temel kaygısı güvenlikten kaynaklanıyor. Ekspert deyir ki, İsraili maraqlandıran bir digər məsələ 1973-cü ildə Yom Kipur müharibəsindən sonra əldə olunan atəşkəs razılığını yeni hökumətin tanıyıb tanımamasıdır. Ümumilikdə isə siyasi şərhçilər hesab edir ki, 61 illik Baas rejiminin süqutu Rusiya və İran üçün məğlubiyyət, digər dövlətlər üçün isə uğurdur.